Salam, bu günlərimki mövzu sınağımız qədim Roma dövlətidir. Gəlin ilk sualımızla tanış olaq. İlk sualımızda qeyd edir, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Venn diaqramımızda Romanın 3 dövrü, yəni padşahlıq dövrü, respublika dövrü və imperiya dövrü haqqında danışır. İlk öncə bu dövrlərin hansı illəri əhatə elədiyini sizin üçün çatdırım. Padşahlıq dövrü eradan əvvəl 753-cü ildə Roma şəhərinin əsasının qoyulmasından başlayır. Eradan əvvəl 509-cu ilə qədər əhatə eləyir. Respublika dövrü eradan əvvəl 509-cu ildən eradan əvvəl 27-ci ilə qədər davam eləyir. İmperiya dövrü eradan əvvəl 27-dən bizim eranın 395-ci ilinə qədər davam edir. İndi bəndlərlə tanış olaq. Bəndlərdə qeyd edir ki, Fraspa döyüşündə məğlub oldu. Fraspa döyüşü eradan əvvəl 36-cı ildə olduğu üçün bu respublika dövrünə aiddir. A-nı 2-yə yazmalıyıq. Quldarlıq istehsal üsulu mövcud idi. Quldarlıq istehsal üsulu həm padşahlıq, həm respublika, həm də imperiya dövründə olmuşdur. Onun üçün də B-ni 4-ə yazmalıyıq. Dunay çayı sahillərindəki əraziləri işğal etdi. Dunay çayı sahilindəki ərazilər bizim eranın 2-ci əsri Mark Trayan tərəfindən işğal edilmişdir. Bu da imperiya dövrünə aiddir. C-ni 3-ə yazmalıyıq. Plebeylər hüquqsuz idi. Plebeylər padşahlıq dövründə hüquqsuz idi. Onun üçün də D-ni padşahlıq dövrü 1-ə yazmalıyıq. Vandal tayfalarının hücumuna məruz qaldı. Vandal tayfaları Romaya nə padşahlıq, nə respublika, nə də imperiya dövründə hücum etməyib. Vandal tayfaları bizim eranın 455-ci ilində, 5-ci əsrində Qərbi Roma imperiyasına hücum etmişdir. Ona görə də eyni heç birinə götürə bilmərik. Deməli, doğru cavab necə gəlir? 1-ə D, 2-yə A, 3-ə C, 4-ə B. E variantı doğru cavabdır. İkinci sualımızla davam edirik. İkinci sualımızda doğru yanlışı soruşur bizdən. Uyğunluğu müəyyən edin. Doğrunun altdan doğruları, yanlışın altdan yanlışları seçməliyik. Deməli, 2-ci əsrdə Roma imperiyası Atlantik okeanından iki çay arasına, Nil çayından Britaniya qədər geniş ərazini əhatə edir. Bəli, bizim eranın 2-ci əsrində Romanın sərhədləri bu əraziləri əhatə edirdi. Bir də doğrudur. Biri götürürük. Sonra qeyd edir ki, Qraq qardaşların ölümündən sonra kəndlilərə torpaq paylanması dayandırıldı. Əllərindəki torpaqlar satın alınmağa başlandı. Bəli, Tiberi Qraq qardaşları 133-cü ildə Tiberi Qraq zadəcanlardan artıq qalan torpaqları kəndlilərə payladı pulsuz şəkildə. Ancaq ki, Senat və Senatı dəstəkləyən zadəcanlar, quldarlar Tiberi Qraxı və onun qardaşı Qay Qraxı öldürdülər 2-ci əsrdə eradan əvvəl və bu nəticəsində də kəndlilərə verilən, paylanan torpaqlar artıq satın alınaraq özəllərinə keçirdilər. Yəni 2 də doğrudur. 1 ilə 2 doğrudursa da biz artıq cavabı tapmış hesab edirik. Doğru cavab B variantıdır. Amma biz 3 ilə 4-ə də baxmalıyıq. Yanlışın altında qeyd edilənlərə. 3-də nə deyir? Deyir, üsyan başçısı Spartak Siciliya adasına keçmək üçün dəniz quldurları ilə əlbir oldu. Lakin onlar Spartakı aldatdılar. O adaya keçə bilmədi, məğlub oldu. Bəli, doğrudur. Spartakı Siciliya adasında keçmək üçün dəniz quldurlarından kömək istəyir. Amma dəniz quldurları Spartakı Roma qoşunlarına təslim edir. 3-də də doğrudur, ancaq yanlışın altında qeyd edilib deyə biz onu götürə bilmirik. 4-də deyir, eradan əvvəl 1-ci əsrdə Romada ordu muzlulardan təşkil edilməyə başladı. Və toplanan ordu Roma dövlətinə deyil, artıq sərkərdələrə sədaqət andı içirdilər. Və bu da eyni zamanda Roma ordusunun məğlub olmasına, Roma ordusunun zəifləməsinə gətirib çıxarırdı. Yəni, yanlışın altda olan 3-4 də doğrudur deyə biz onları götürə bilmirik. Çünki yalnız doğruyun altındakıları götürürük 1 ilə 2. Üçüncü sualla davam edirik. Səbəb-nəticə əlaqəsinin doğru göstərildiyi cavabı müəyyən edin deyir. A bəndində Romada qul əməyinin geniş tətbiq edilməsi, kəndlilərin daha da varlanması.
Deməli, Romada qul əməyinin geniş tətbiq edilməsi klassik quldar dövləti idi Roma dövləti. Kəndlilərin varlanmasına yox, müflisləşməsinə gətirib çıxarmışdı. Ona görə biz A-nı doğru götürə bilmərik. B bəndində deyir, vəzifəyə daha çox adlı sanlı adamlar, quldarların seçilməsi, Roma Respublikasının Zadəcə Respublikası adlanması. Biz bilirik ki, Romada artıq 5-4-cü əsrlərdən plebeylər də vəzifəyə seçilirdilər. Xalq tribunuydu və yaxud da digər vəzifələr. Sadəcə olaraq vəzifəyə görə Romada maaş verilmədiyi üçün aşağı təbəqə, yəni plebeylər vəzifəyi tutmaqda maraqlı deyildilər. Yəni biz bunu Yunanistanla da fərqləndirmişdik ki, Yunanistanda demoslara, vəzifə tutmaqlarına görə maaş verilirdi, amma Romada plebeylərə vəzifə tutmaqlarına görə maaş verilmirdi və buna görə də plebeylər vəzifə tutmaqda maraqlı deyildilər. Və burada vəzifədə yalnız zadəganlar olurdu. Ona görə də artıq Roma Zadəcə Respublikası adlanırdı. B bəndi doğru cavabdır. 4-cü sualla davam edək. Roma, Respublika dövrü və İmperiya dövrü. Senatorlar arasında bir nəfər ömürlük padşah seçilirdi. Senatorlar arasında, bəli, padşahlıq dövründə idi, Respublika dövründə deyildi. Ona görə də biz A-nı götürə bilmərik. Sezar Qalliya vilayətinə canişin təyin edildi. Bəli, Sezar Respublika dövründə Qalliya vilayətinə canişin təyin edilmişdir. Biz B-ni götürə bilirik. C də deyir ki, Hunlar Roma şəhərinə hücum etdilər. Hunlar bizim eranın 5-ci əsrində Roma şəhərinə hücum edirlər. Bu Qərbi Roma imperiyasının dövründədir. Yəni Roma Respublika dövrünə də aid deyil. Birə yalnız B-ni götürə bilirik. İmperiya dövrünə nəzər yetirdikdə qeyd edilir ki, qulların öldürülməsi qadağan edildi. Bəli, bizim eranın 2-ci əsri Adrianın dövründə artıq qulların öldürülməsi qadağan edilmişdir. Bu imperiya dövrünə aiddir. Fraspa döyüşündə məğlub oldu. Bu Respublika dövründədir. Çünki yerdən əvvəl 36-cı ildə olmuşdur. Atropateniya məğlub olmuşdur. C-də qeyd edir ki, öküzlə hərəkətə gətirilən biçin alətləri ixtira etdilər. Bəli, öküzlə hərəkətə gətirilən biçin alətləri artıq bizim eranın ilk əsrlərindən, eramızın ilk əsrlərindən olmuşdur. Bu da imperiya dövrünə aiddir. 2-yə də A ilə C-ni götürə bilirik. Demək 1-ə B, 2-yə A, C. Doğru cavab B variantıdır. Davam edirik 5-ci sualla. 5-ci sualda deyir, daha tez baş vermişdir. Qulların öldürülməsi qadağan edildi. Bizim eranın 2-ci əsrində olmuşdur. Romanın paytaxtı qədim Yunan şəhəri Vizantiyaya köçürüldü. Bizim eranın 4-cü əsrində, yəni 330-cu ildə köçürülmüşdür. Vandallar Roma şəhərini tutaraq qarət etdilər. Vandallar Roma şəhərini bizim eranın 455-ci ilində tutmuşdular. Daxmalı qullar meydana gəldi bizim eranın 1-ci, 2-ci əsrlərində. Bütün Qalliya ərazisi Romaya tabe edildi. Bu eradan əvvəl 1-ci əsrdədir. Daha tez soruşursa biz E variantını, yəni bütün Qalliya ərazisi Romaya tabe edildiyini götürə bilərik. Doğru cavab kimi. 6-cı sualda qeyd edir ki, göstərilənlər aiddir. Asiyaya yürüyüş edərkən Mesopotamiyanı tutdu. Ərazisi Atlantik okeanından 2 çay arasına, Nil çayından Britaniyaya qədər geniş yayıldı. Yürüşləri Romanın sonuncu işğalçı müharibələri idi. Bu imperiya dövründə hakimiyyətdə olan Mark Trayan, İmperator Mark Trayan adı 2-ci əsrdə. Doğru cavab D variantıdır. 7-ci sual xəritə sualıdır. Katalan döyüşünün baş verdiyi ərazini xəritədə müəyyən edin. Elədən deməli Katalan döyüşü bizim eranın 451-ci ili, yəni 5-ci əsrində Qərbi Hun imperiyası ilə Roma arasında olmuşdur. Qərbi Roma arasında olmuşdur və Katalan ərazisi, deyilən ərazi Fransada yerləşir və xəritədə Fransa 5-dir. Demək Katalan döyüşü də 5-də, yəni xəritədə göstərilən 5 olan ərazidə göstərilmişdir. E variantı doğru cavabdır. 8-ci sualda qeyd edir ki, eradan əvvəl 4-cü əsr qədim Yunanistan, eradan əvvəl 2-ci əsr qədim Roma tarixi üçün ümumi cəhət Makedoniya dövləti ilə mübarizə aparılması. Bəli, elə doğru cavab A bəndidir. Niyə? Çünki eradan əvvəl 338-ci ildə
Makedoniyalı Filip Yunan şəhər dövlətlərinin azadlığına son qoyur. Eradan əvvəl 146-cı ildə Roma Makedoniyanı işğal edir. Yəni 2-ci əsr. Ona görə doğru cavab A variantıdır. Digər variantlara da baxmağa gərək yoxdur. 9-cu sual ardıcıllığı düzgün verilmiş bəndi müəyyən edin deyir. Birdə nə deyir? Birdə deyir ki, Əhəmənlərə qalib gələrək dəniz sahibi adlandı. Yunanistan, Afina dəniz ittifaqını yaratdı, dəniz sahibi adlandı. Ona görə birdə Yunanistan olmalıdır. Dini inanclarında şamançılıq mühüm yer tuturdu. Bu Hunların dini inanclarına aiddir. 2-də Hunları qeyd etmək lazımdır. Tarixdə ilk yazılı qanunları tərtib edən Şumerlər olmuşdur. 3-də Şumerləri yazmaq lazımdır. Əbədi qızıl şəhər hesab edilirdi. Təbii ki, bu Romadır. Ona görə 4-də də Romanı yazmalıyıq. Doğru cavab B bəndi gəlir. 10-cu sualla davam edirik. 10-cu sualda xronoloji ardıcıllığı müəyyən edin deyir. Xronoloji ardıcıllığı soruşur. Qərbi Roma imperiyası süqut etdi. Bizim eranın 5-ci əsri 476-cı il. Spartak üsyanının yatırılması eradan əvvəl 71-ci il. Yuli Sezarın sui-qəsd nəticəsində öldürülməsi eradan əvvəl 44-cü il. Tiberi Qraxın xalq tribunu seçilməsi eradan əvvəl 133-cü il. Roma şəhərinin salınması eradan əvvəl 753-cü il. Ona görə xronoloji ardıcıllıqda qurularkən belə gəlir ki, ilk öncə 5, yəni Roma şəhərinin salınması, daha sonra Tiberi Qrax eradan əvvəl deməli 133-cü ildə 4-ü götürürük. Sonra Spartak üsyanının yatırılması eradan əvvəl 71, sonra Yuli Sezarın sui-qəsd nəticəsində öldürülməsi 3, eradan əvvəl 44 və ən sonda bizim era Qərbi Roma imperiyası 476-cı ildə süqut elədi 1. Deməli 5, 4, 2, 3, 1 doğru cavab C bəndidir. 11-ci sualla davam edirik. Uyğunluq pozulmamışdır deyir. Xristianlıq dini meydana gəldi Suriyada. Xeyr, Xristianlıq dini Fələstində meydana gəlib. Qüdsdə. B-də deyir ki, qədim Roma şəhəri adlanırdı Qızıllı ölkə. Xeyr, Qızıllı ölkəni biz necə adlandırmışdıq? Misiri adlandırmışdıq. Qızıllı ölkə idi. Romada bütün tanrıların məbədi sayılırdı. Zikkurat. Xeyr, Zikkurat Şumerlərdə idi. D-də qeyd edir, nəhəng binaları tikmək üçün Romalılar ixtira etmişdilər. Betonu, bəli. Romalılar tarixdə ilk betonu ixtira edənlər olmuşdur. Doğru cavab D bəndidir. Sonra davam edirik 12-ci sualla. Uyğun olmayan variantı müəyyən edin. Uyğun olmayan variant. Baxırıq ki, verilənlərlə variantları uyğunlaşdırmaq lazımdır. Orada xidmət etməli idi plebeylər. Plebeylər variantlarımızda var. Müharibə zamanı qoşuna başçılıq edirdi. Müharibə zamanı qoşuna konsul başçılıq edirdi. O da var. Öldürülməsi ən ağır cinayət hesab edilirdi. Xalq tribunu variantlarımızda C variantında göstərilir bu da. Müharibə və sülh məsələlərini həll edirdi Senat. O da variantlarımızda var. Ona görə də burada yalnız verilməyən strateqa aiddir. Doğru cavab E bəndidir. 13-cü sualdan qədim Roma dövləti Respublika dövründən fərqli olaraq imperiya dövründə, yəni elə bir şey olsun ki, Respublika dövründə olmasın amma imperiya dövründə baş versin. Misiri öz əyalətinə çevirdi eradan əvvəl 30, bu artıq Respublika dövrüdür. Bizə deyir imperiya dövründə baş versin. Patrisilər ömürlük hökmdar seçilirdi. Bu imperiya, üzr istəyirəm, bu padşahlıq dövrünə aiddir. Bu ümumiyyətcə uyğun gəlmir. Vətəndaş müharibəsi baş vermişdir. Vətəndaş müharibəsi eradan əvvəl 49, eradan əvvəl 30-cu illərdə olduğu üçün bu Respublika dövrünə təsadüf eləyir. Yenə götürmürük. Qulların öldürülməsi qadağan edildi. Bizim eranın 2-ci əsr İmperator Adrianın dövründə baş vermişdir. Bu imperiya dövründür. D variantı doğru cavab götürülür. 14-cü sualda cədvəldəki hadisələrin sırasının yerini dəyişməklə verilmiş hadisələrin düzgün xronoloji ardıcıllığını müəyyən edin. Romada torpağın artığı alınıb yoxsullara paylanırdı. Bu Tiberi Qraxın keçirdiyi islahatlar, torpaq islahatlarıdır ki, 133-cü il eradan əvvəl 2-ci əsr. Aralıq dənizinin qərb sahilləri Roma hakimiyyəti altında düşdü. Aralıq dənizinin qərb sahilləri Roma imperiyasının
hakimiyyəti altında. Bu da 146-cı il Yunanistanın, Makedoniyanın Roma tərəfindən işğalı ilədir. Deməli, Senat Sezarı ömürlük diktator elan etdi. Demək, burada Senat Sezarı ömürlük diktator eradan əvvəl 49-cu ildə olub. Roma qoşunları İskəndəriyyə şəhərini tutur. Eradan əvvəl 30. Burada yeri dəyişən nədir? 1 ilə 2. Niyə? Çünki Roma torpağın artığını yoxsullara paylaması 133'dür. Araq dənizinin qərb sahillərinin Roma hakimiyyəti altına düşməsi 146-dır. Eradan əvvəl. Ona görə 1 ilə 2-nin yerini dəyişmək lazımdır ki, doğru cavab gəlsin. Və sonuncu sual, 15-ci sualımızla davam edirik. İlk öncə daxmalı qullar kolon və konsul, sonra imperiya dövrü, padşahlıq dövrü, respublika dövrü qeyd edilir. Demək, daxmalı qullar və kolonlar imperiya dövründədir. Yəni 1 ilə 2-də kəsişmə doğrudur. Konsul respublika dövründədir. Bir də 6-da kəsişmə doğrudur. Ona görə 1, 2 və 6 doğru cavab B bəndi olur.